Bugünkü videomuzda beta-laktam antibiotiklərinin iki mühüm qrupu olan karbamazepinlər və monobaktamlar haqqında danışacağıq. Bu preparatlar xüsusilə ağır və mürəkkəb infeksiyaların müalicəsində istifadə olunur və müasir antibiotik terapiyasında xüsusi yer tutur. Karbamazepinlər beta-laktam antibiotiklər arasında ən geniş təsir spektrinə malik preparatlardan hesab edilir. Bu qrupun əsas nümayəndələri imipenem, meropenem, doripenem, ertapenemdir. Karbamazepinlər tiamsin törəmələri olub çox geniş təsir spektrinə malik antibiotiklərdir. Karbamazepinlərin təsir mexanizmi penisinlər və sefalosporinlərdə olduğu kimidir. Onlar bakteriya hüceyrə divarının sintezini pozaraq mikroorqanizmlərin məhvinə səbəb olurlar. Qram müsbət bakteriyalar, qram mənfi bakteriyalar, aerob mikroorqanizmlər, anaerob mikroorqanizmlər üzərində güclü bakterisid təsir göstərirlər. Karbamazepinlər bir çox beta-laktomazalara qarşı davamlı olduqları üçün digər antibiotiklərə davamlı bakteriyaların törətdiyi ağır infeksiyalarda yüksək effektivlik göstərirlər. İstifadə sahələri ağır və həyati təhlükə yaradan infeksiyalarda, aşağı tənəffüs yollarının infeksiyaları, qarın boşluğu orqanlarının infeksiyaları, sidik cinsiyyət sistemi infeksiyaları, septisemiya və sepsit, dəri və yumşaq toxumu infeksiyaları, sümük və oynaq infeksiyaları. Bu qrupa aid olan tiamsin, imipenem və silastatindən ibarət kombinə edilmiş preparatdır. Tərkibindəki silastatin böyrəklərdə imipenemin parçalanmasının qarşısını alır və preparatın təsir müddətini artırır. Bunun nəticəsində imipenemin sidik yollarında və qanda terapevtik konsentrasiyası qorunub saxlanır. Imipenem meningitin müalicəsində ilk seçim hesab olunmur və bu məqsədlə istifadəsi məhduddur. İndi isə monobaktamlara nəzər salaq. Monobaktamlar beta-laktam antibiotikləri qrupuna aid olsalar da, quruluşlarına görə digər beta-laktamlardan fərqlənirlər. Penisilinlərdə, sefalosporinlərdə və karbamazepinlərdə beta-laktam halqası başqa bir halqa ilə birləşərək resiklik nüvə əmələ gətirdiyi halda monobaktamlarda yalnız bir beta-laktam halqası mövcuddur. Buna görə onların strukturunun əsasını monotsiklik beta-laktam nüvəsi təşkil edir. Bu qrupun əsas nümayəndəsi astronomdur. Astronom bakteriya hüceyrə divarının sintezini pozaraq bakterisid təsir göstərir. O, əsasən qram-mənfi aerob bakteriyalara qarşı aktivdir və bir çox beta-laktamaza fermentlərinin təsirinə qarşı davamlıdır. Lakin qram müsbət bakteriyalara və anaerob mikroorqanizmlərə qarşı təsir göstərmir. Astronom əsasən sidik yolu infeksiyalarında, tənəffüs yollarının infeksiyalarında, sepsis zamanı və xüsusilə psevdomonaz aeruginoza tərəfindən törədilən infeksiyalarda istifadə olunur. Bu xüsusiyyətlərinə görə monobaktamlar qram-mənfi bakteriyaların törətdiyi ağır infeksiyaların müalicəsində mühüm əhəmiyyət daşıyırlar. Beləliklə, karbamazepinlər geniş təsir spektrinə malik güclü antibiotiklər olub, həm qram müsbət, həm qram-mənfi, həm aerob, həm anaerob mikroorqanizmlərə qarşı təsir göstərirlər. Monobaktamlar isə daha dar təsir spektrinə malik və əsasən qram-mənfi aerob bakteriyalara qarşı istifadə olunurlar. Hər iki antibiotik yalnız həkim nəzarəti və təyinatı ilə istifadə edilməlidir.